Salam əziz dostlar. Bugün mən sizə keyfiyyət, peşə sağlamlığı, əmək mühafizəsi və ətraf mühit üzrə qısa təqdimat edəcəm. Əgər belə demək mümkündürsə, bu idarəetmə sisteminin, inteqrə olunmuş idarəetmə sisteminin şöbələri haqqında məlumat verəcəm və eyni zamanda bu sahə üzrə çalışmaq istəyən dostlarımıza hansı təlimə getməlidirlər, hansı bacarıqları öyrənməlidirlər, o barədə məlumat verəcəm. Deməli, qısa olaraq keyfiyyət və SƏTƏM idarəetmə sistemləri əsasən deyək ki, 5 şöbədən ibarətdir. Birincisi keyfiyyət və SƏTƏM tələblərinin idarə olunması, ikinci risklərin və ekoloji aspektlərin və təsirlərin idarə olunması şöbəsi, üçüncü şöbə qəzalar və uyğunsuzluqların idarə olunması. Uyğunsuzluqlar deyəndə burada deməli istər standartın tələbləri üzrə uyğunsuzluq, istər qanun və digər tələblər üzrə uyğunsuzluq, istər müştəri tələbləri üzrə uyğunsuzluq, istərsə də yaratdığımız proseduralar üzrə uyğunsuzluqdan söhbət gedir. Dördüncü şöbə fəaliyyətimizin idarə olunması şöbəsidir. Beşinci isə fövqəladə vəziyyətin idarə olunması. Bu şöbələr üzrə mən danışdıqca əgər hansısa bir deyək ki, bilik və yaxud da ki, bacarıq yoxdursa, deməli bu sahə üzrə çalışmaq istəyən dostlarımız həmin sahələr üzrə uyğun təlimlərdə iştirak edib bu bilikləri əldə etməlidir. Birincisi, deməli keyfiyyət və SƏTƏM üzrə tələblərin idarə olunması. Burada bu ilk öncə bizim fəaliyyətimiz, məhsulumuz və yaxud da xidmətimizin əhatə dairəsi müəyyənləşməlidir və bu müəyyənləşdikdən sonra burada deyək ki, aid olan hansısa bir qanunvericiliyin tələbləri və yaxud da əldə etdiyimiz icazələrdə qoyulmuş şərtlər və tələblər nəzərdən keçirilməlidir, müştəri tələbləri nəzərdən keçirilməlidir və bu tələblər deyək ki, xüsusi cədvəldə, jurnalda qeydə alındıqdan sonra buna cavabdeh şəxslər müəyyənləşdirilməlidir və hansı işlər görülməlidir, hansı tədbirlər görülməlidir ki, biz o tələblərin yerinə yetirək. Bu barədə deyək ki, xüsusi bir sənəd hazırlanmalıdır. Amma bunları tətbiq olunan qanun və digər tələbləri müəyyənləşdirmək özü bir bacarıq tələb edir. Yaxşı olar ki, bu sahə üzrə deməli müəyyən bir təlim keçirmiş olsun bizim bu sahədə işləmək istəyən işçilərimiz. İkincisi, risklərin idarə olunmasıdır. Biz risklərin idarə olunmasını nə üçün edirik? Çalışırıq ki, müəssisəmizdə, təşkilatımızda hər hansı bir arzu olunmayan hadisə, qəza baş verməsin. Onun üçün, deməli, önləyici tədbir olaraq risklərin idarə olunmasını biz tətbiq etməliyik. Əgər risklərin idarə olunması üzrə biliyimiz, bacarığımız yoxdursa, yenə də bu sahə üzrə təlimdə iştirak etmək lazımdır. İkincisi, ekoloji təsirlər, yəni ekoloji aspektlərin və təsirlərin müəyyənləşdirilməsini bacarmalıdır bizim işçilər, bu sahədə çalışmaq istəyən işçilərimiz. Bunun üçün də yenə də xüsusi olaraq ayrıca bir təlim var, o təlimdə iştirak etmək tələb olunur. Sonra üçüncü şöbə qəzalar və uyğunsuzluqların idarə olunması. Bunun üçün də yenə də qəzalar necə hesabatı aparılır, necə onların kök səbəbləri müəyyənləşdirilir. Bu barədə deyək ki, işçilərin xüsusi bacarıqları və bilikləri olmalıdır. Dördüncü şöbə, yəni keyfiyyət və SƏTƏM idarəetmə sisteminin dördüncü şöbəsi fəaliyyətimizin idarə olunmasıdır. Burada da qarşıya qoyduğumuz məqsədləri ölçmək üçün, yəni müxtəlif göstəricilərdən istifadə olunur. Burada proaktiv və ya da reaktiv, yəni önləyici və reaktiv göstəricilər var ki, o göstəriciləri bilmək, onları yaratmaq üçün xüsusi bacarıq olmalıdır və biz bu nə üçün edirik? Çünki biz ölçməsək idarə edə bilmərik fəaliyyətimizi. Ona görə də ölçmələr aparmaq üçün xüsusi göstəricilərdən istifadə olunur və o göstəricilərin ölçülməsini təmin etmək üçün, təşkil etmək üçün xüsusi bacarıqlar lazımdır. Və fəaliyyətimizin yoxlanılması üçün yenə də auditlərin, təftişlərin, yəni yoxlamaların aparılması tələb olunur ki, burada da yenə də xüsusi təlim tələb olunur ki, necə auditor olmaq lazımdır. Və sonuncu fövqəladə halların idarə olunması. Biz bilirik ki, əgər biz hər hansı bir riskləri düzgün idarə etməliyiksə, onda sözsüz bir uyğunsuzluq və yaxud da ki, qəza baş verəcək
və biz qəzaları araşdırmaqla, onların kök səbəblərini tapmaqla gələcəkdə yəni nəzərdən qalmış hansısa bir təhlükələrin yenidən müəyyənləşdirilməsi və uyğun tədbirlərin görülməsini təmin etmiş oluruq. Bu zaman qəzalar baş verərkən deməli fövqəladə vəziyyət yaranır. Fövqəladə vəziyyət nədir? Təcili tədbir tələb olunan vəziyyət fövqəladə vəziyyətdir. Bu vəziyyəti idarə etmək üçün də yenə də işçilərimizə xüsusi təlimlər lazımdır səthəmiz üzrə. Deyək ki, burada yanğın söndürmə üzrə ola bilər, ilk yardım, dağıntılara cavab tədbirləri üzrə və ümumilikdə fövqəladə vəziyyətin idarə olunması üzrə təlimlərə ehtiyac yaranır. Mən indi istərdim ki, bəzi deyək ki, şöbələri ətraflı şəkildə sizin diqqətinizə çatdırım. Onlardan birincisi risklərin idarə olunması şöbəsidir. Risklərin idarə olunması şöbəsində bölməsinə əsas 5 mərhələ var. Bu demək ki, yəni 5 mərhələli metodologiyadan istifadə edərək risklər idarə olunur. Birinci mərhələdə təhlükələrin müəyyənləşdirilməsidir. İkinci mərhələdə risklərin təhlil olunmasıdır. Üçüncü mərhələdə risklərin qiymətləndirilməsi. Dördüncü mərhələdə risklərin zərərsizləşdirilməsi, yəni ona nəzarət. Və 5-ci mərhələdə isə risklərin çatdırılması, işçilərə çatdırılması. Yeri gəlmişkən çatdırılma üzrə də xüsusi deyək ki, təlim tələb olunur. Burada əsasən təqdimat bacarıqlarının inkişaf etdirilməsi üçün xüsusi təlimlərə gedə bilərik. İndi gəlin görək təhlükələri müəyyənləşdirmək üçün biz nə etməliyik? Birincisi, təhlükələr özü də müəyyən təsnifata bölünür, təsnifləşdirilir. Birinci, kimyəvi kateqoriyaya aid olan təhlükələr müəyyənləşməlidir. İkinci, bioloji təhlükələr kateqoriyasına aid olan təhlükələr müəyyənləşməlidir. Üçüncü, psixi-sosial deyək ki, təhlükələr müəyyənləşdirməlidir. Fiziki təhlükələr və bir də ətraf mühit təhlükələrinə aid olan təhlükələr müəyyənləşdirilməlidir. Bura eyni zamanda yaxşı olar ki, digər təhlükələr var ki, yəni bayaq qeyd elədiyimiz kimi qanun və digər tələblər, müştəri tələblərinin nə dərəcədə biz yerinə yetirə biləcəyimizi və yaxud da ki, yerinə yetirə bilməriksə, potensial deyək ki, risk burada nədən ibarətdir? Onun üçün də biz deməli qanunlar və digər tələblər, istər standart olsun, konvensiyalar olsun, müştəri tələbləri olsun, bunların da hansı təhlükələri ola bilər, onları da müəyyənləşdirmək lazımdır. İndi gəlin görək riskləri necə təhlil edirik. Risklərin təhlil olunması üçün deyək ki, təhlükələr varsa əgər, o təhlükələr nə vaxtsa insanla, avadanlıqla, ətraf mühitlə, deməli qarşılıqlı əlaqəyə girərək təhlükəli hadisə yaradır və bu təhlükəli hadisələrin ehtimallığı var, baş vermə ehtimallığı var və onun nəticələri var. Nəticələr özü deməli xarakterinə görə fərqli ola bilər. Bu bizim imicimizə təhlükə ola bilər, işçilərimizin sağlamlığına, ətraf mühitə, qanun tələblərinə, deyək ki, qanun tələbləri ilə nəticələnə bilər və eyni zamanda bunun miqyasını bilmək lazımdır. Yəni nə qədər böyük bir deyək ki, nəticə olacaq və bunları biz bilməklə riskləri təhlil edirik. Riskləri təhlil etdikdən sonra onun dərəcəsini müəyyən edirik. Yəni bunun üçün deməli baş verən hadisənin ehtimallığını və onun nəticəsini müəyyən rəqəmlərlə qiymətləndirdikdən sonra bir-birinə vuraraq bir rəqəm alırıq və o rəqəm bizə riskin dərəcəsini göstərir və ondan sonra biz bu aldığımız risk dərəcələrini müəyyən bir meyarlar üzrə deyək ki, kriteriya müəyyənləşdiririk, meyar müəyyənləşdiririk və onunla müqayisə edirik ki, bu risk aradan qaldırmaq üçün təcili tədbir görülməlidir, ümumiyyətlə tədbir görülməməlidir və yaxud da ki, işi davam edə bilərik, əlavə hansı tədbirlər görə bilərik. Yəni bu riskin deyək ki, dəyərləndirilməsi, qiymətləndirilməsi mərhələsidir və bir də riskə nəzarət bir mərhələsi var. Burada deyək ki, risklərin zərərsizləşdirilməsi. Burada da əsasən iyerarxiya belədir ki, təhlükələrin kənarlaşdırılması, yəni daha doğrusu təhlükəli hadisələrin kənarlaşdırılması, əvəzlənməsi, mühəndis nəzarəti, inzibati nəzarət və bir də fərdi mühafizə vasitələrindən istifadə etmələr, risklərə nəzarət. Burada istərdim qeyd edeyim ki, yenə də bizim işçilərimizə hansı təlim lazımdır? Əsasən inzibati nəzarətə bura daxildir əmək mühafizəsi üzrə işarələr,
işarələr üzrə tələblər və üçüncü sonra yenə də fərdi mühafizə vasitələri üzrə təlimin keçməsi, fərdi mühafizə vasitələrinin seçilməsi, ondan düzgün istifadə, saxlanılması üzrə təlimin olmasına ehtiyac var. İndi gəlirik, deyək ki, riskləri biz idarə olunması haqqında danışdıq. Üçüncü şöbə qəzaların idarə olunması və yaxud uyğunsuzluqların idarə olunması şöbəsidir ki, burada da əsasən 3 mərhələyə biz diqqət yetirməliyik. Birinci, proseduraların yazılması, yəni o proseduralarda biz qeyd etməliyik ki, qəzaları və yaxud istənilən bir hadisəni, istər xəsarətlə nəticələnən hadisə olsun, istərsə xəsarətsiz ötüşən nəticələr olsun, fərqi yoxdur. Bütün bunların necə hesabatının verilməsi üzrə prosedura hazırlamalıyıq və dövlət orqanlarına, digər aidiyyatı olan qurumlara hesabatın verilməsi və sonda qəzaların araşdırılması. Qəzaların araşdırılması üzrə də yaxşı olar ki, işçilərimiz təlimə getsin. Çünki burada qəzaları araşdırmaq üçün mütləq kök səbəblərini araşdırmaq və düzəldici tədbirlərin hazırlanması sahəsi üzrə deyək ki, bacarıq əldə etməlidirlər. Və burada qəzaların araşdırılması zamanı əsas 4 mərhələ var ki, burada baş vermiş qəza ilə bağlı aidiyyatı olan məlumatların toplanmasıdır. İkinci mərhələdə o kök səbəblərinin bayaq qeyd etdiyim kimi araşdırılmasıdır. Üçüncü mərhələdə düzəldici tədbirlərin hazırlanması və bir də bütün bu nəticələri aidiyyatı olan adamlara deməli çatdırılmasından ibarətdir. Yəni ümumi olaraq mən sizə keyfiyyət, peşə sağlamlığı, əməyin mühafizəsi və bir də ətraf mühit üzrə idarə etmə sistemi və bu sahəyə nəzarət, bu işlərin təşkili üzrə deyək ki, hansı təlimlər lazımdır, o barədə məlumat verdim və onu qeyd etmək istərdim ki, ümumiyyətlə peşə sağlamlığı deyəndə burada əsasən sənaye gigiyenası və fərdi gigiyenadan söhbət gedir və bu sahə üzrə deyək ki, xüsusi tibb universitetini bitirmək lazım deyil. Yəni yaxşı olar ki, tibb universitetini bitirən yoldaşlar tibb sahəsi üzrə çalışsınlar. Burada yenə də bu peşə sağlamlığı ilə bağlı tələbləri və nəzarəti aparmaq üçün bizim işçilərimiz xüsusi təlimlər keçməklə bu bacarığı əldə edə bilərlər. Yəni ki, ümumi olaraq yenə deyirəm, bizim bu sualı mənə ünvanlayan dostlarıma istədim ki, belə qısa bir video material hazırlayım. Bunun üçün gərək birinci keyfiyyət və sətəm şöbəsini idarə etmə sistemini başa düşək və onun bölmələri üzrə lazım olan bacarıqları, nəzəri bilikləri əldə etmək üçün hansı təlimlərə getməlidir, o barədə məlumat verin. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.